Salam əziz izləyicilərim, kanalıma xoş gəlmişsiniz. Bugünkü videomda südlü korjiklər hazırlamışam və korjikin hazırlanma qaydasını sizinlə paylaşıram. Bu reseptlə korjiklər çox yaxşı alınır. İndi keçək hazırlanmasına. Bunun üçün əvvəlcə qaba 80 ml qaynar süd əlavə edirəm. Üzərinə 1 stəkan 130 qram şəkər tozu əlavə edirəm. Şəkər tozu əriyib, süddə sirop halına gələnə qədər yaxşıca qarışdırıram. Başqa bir qaba 100 qram yumşalmış kərə yağını qoymuşam. Üzərinə hazırladığım südlü siropu əlavə edirəm. Yağ əriyənə qədər yağı siropla yaxşı qarışdırıram. 1 ədəd yumurtanı çəngəllə çırpıram. Yumurta ağı ilə sarısı qarışana qədər yaxşıca çırpıram. Yumurtanın yarı hissəsini ərzaqların üzərinə əlavə edirəm. Yarı hissəsini xəmirlərin üstünə çəkmək üçün saxlayıram. 1 paket şəkərli vanil, 1 dolu təpələmə çay qaşığı da qabartma tozu əlavə edirəm. 1 çimdik də duz. Bunları da biraz qarışdırıram. Xəmir üçün unu ələkdən keçirdirəm. Buna görə ələyə un əlavə edib ələkdən keçirdirəm. Unu ələkdən keçirdəndə onda korjiklər çox yaxşı alınır. Xəmir üçün 3 stəkan unu ələkdən keçirtdim. Stəkan ölçüsü 200 ml-dir. Unu ələkdən keçirdəndən sonra xəmiri yoğururam. Ələ yapışmayan hamar bir xəmir olmalıdır. Gördüyünüz kimi belə ələ yapışmayan yumşaq bir xəmir alındı. Yoğurduğum xəmiri bir paketə qoyuram. 20 dəqiqə soyuducuya yerləşdirirəm. Hazırladığım xəmiri un səpdiyim masanın üstünə yerləşdirirəm. Üzərinə də biraz un səpirəm. Oklovla yayıb yayma açıram. Yaymanı çox iri açmıram. Hardasa 8 mm qalınlığında yayma yayıb açıram. Korjikin reseptini videomun açıqlama bölümündə qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Yaymanı yayandan sonra diametri 9 cm olan dairəvi kəsənlə doğrayıram. Xəmiri daha iri ölçüdə də kəsmək olar. Kənarda qalan kəsik xəmir parçalarını da bir yerə yığıram. Əlimlə kündəliyirəm. Onu da yenə eyni qaydada yayıb böyüdürəm. Belə gördüyünüz kimi ondan da korjiklər kəsirəm. Ümumilikdə hazırladığım xəmirdən 12 ədəd korjik hazırladım. Kəsdiyim xəmir parçalarını xəmir kəsənlə çox rahatlıqla götürüb yağlı kağız sərdiyim formaya düzürəm tutduğu qədər. Ayırmış olduğum yumurta sarısından xəmirin üstünə çəkirəm. Hamısının üstünə yumurta sarısı çəkirəm. Sonda üzərinə çəngəllə naxışlar vururam. Naxış vurandan sonra 190 dərəcəlik sobada 10-15 dəqiqə arası bişirirəm. Korjiklərim artıq bişib hazırdır. Gördüyünüz kimi belə gözəl korjiklər alınıb. Kəsək görək necə alınıb korjik. Gördüyünüz kimi içi də çox yaxşı pişib, çox yaxşı qabarıb, çox gözəl korjiklər alınıb. Siz də hazırlayın, hazırlayanlara öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, əgər abunə deyilsinizsə abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.